Gəlin 127 ədədinin sadə yoxsa mürəkkəb ədəd olduğunu tapaq. Biz bilirik ki, birə və özünə bölünən ədədlər sadə ədədlərdir, lakin bəzən böyük ədədlər verilir və bu ədədin sadə yoxsa mürəkkəb olduğunu tapmaqda çətinlik çəkirik. Yəni biz artıq onu bir-bir bölməliyik ki, görək bu ədəd sadədirmi yoxsa mürəkkəbdirmi? Bunun tapılmasının daha fərqli bir yolu var, yəni daha rahat bir yolu var ki, bir-bir ədədlərə bölmək əvəzinə mən 127-dən kök alıram, mən bunu yaza bilərəm kök altında 127 şəklində və təqribən kök altında 127-dən məsəl üçün 11,3 çıxar. Yəni təqribi hissəsi yox, mənə tam hissəsi maraqlıdır. Təqribən bu çıxır və bundan kiçik olan 11,3-dən kiçik olan sadə ədədləri bir-bir yazacağam. Bundan kiçik 11 var, 7 var, 5, 3 və 2 sadə ədədləri var. Və mən 127-ni bir-bir bu sadə ədədlərə böləcəm. Görün bölünürmü? Əgər bölünürsə, mürəkkəb ədəd olacaq. Əgər bölünmürsə, sadə ədəd olacaq. 127-ni 2-yə bölmək olmur, 3-ə bölmək olmur, 5-ə bölünmür, 7-yə bölünmür, 11-ə də bölünmür. Demək ki, 127 yoxladıq 5 dənə ədəd. 5 ədədə böldüm. Əgər bu 5 ədədə bölünmürsə, bizim ədədimiz olacaq sadə. Lakin 126 olaraq yoxlasaydıq, bundan kök alsaydım, bu da 11 eləyir. Lakin bu ədədlər içərisində sadə ədəd 2-ni götürə bilərəm. 2 126-ya bölündüyü üçün bunu götürürəm və mən 126 ədədim artıq burada olacaqdı, mürəkkəb ədəd.